Mətnə əsasən cədvəldə uyğunluğu müəyyən edin. Körpü partladılmışdı, yanlış fikirdir, çünki körpünü sel aparmışdı. Nahidin uşaqlığı kənddə keçmişdi. Bunu doğru hesab etmək olar. Çünki Nahid cığırla düşəndə qeyd edir ki, uşaqlıqdan yadımdadır. Burada bir cığır olmalıdır. Deməli, uşaqlığının kənddən keçdiyini deyə bilərik. Həmçinin girişdə də var ki, bir kənddə anadan olmuş, oxumuş, daha sonra universitet üçün Bakıya yollanmışdılar. Deməli, onlar hər ikisi kənddə böyümüşdülər. Nahidin yıxılmağının səbəbi səhvi idi. Xeyr, burada səhvin heç bir günahı yox idi. O, cığırla aşağı düşəndə ayağı sürüşür və yıxılır, müvazinətini itirir, yıxılır. Deməli, sol tərəfdən 2-ni götürə bilərəm. Yanlışdan yanlışı seçməliyəm. Səhvi körpünün uçduğunu görəndə təəccüblənir. Doğru hesab etmək olar. Çünki onların dialoqundan belə başa düşmək olar ki, Səfi və Nahid hər ikisi körpünün uçmuş olacağını düşünmürdülər və gördükdə təəccüblənirlər. Hətta Səfi qeyd edir ki, dəli olmusan, görmürsən sarı çay necə sürətlə axır, biz mütləq geri dönməliyik. Nahid və Səfi ilk cəhdə imtahanda kəsilmişdi. Bu isə yanlış fikirdir. 4 doğru olduğu üçün götürmürəm, 5 isə yanlış olduğu üçün seçirəm. Çünki burada qeyd edir ki, Səfi birinci, Nahid üçüncü imtahanda kəsilmişdi. Deməli, hər ikisi üçün ilk cəhdə imtahanda kəsilmişdilər demək yanlış olar. Cavabımız olacaq 5, bir də 2.